Ağ gilas mürəbbəsi. Çay süfrələrində sevərək yediyimiz ağ gilas mürəbbəsini bişirmək əslində elə də çətin deyil. Əvvəlcə gilasları yuyub suyunu süzürük. Saplardan ayırıb çəyirdəklərini xüsusi alətlə çıxardırıq. Əgər çəyirdək çıxartmaq üçün xüsusi alətiniz yoxdursa, kədərlənməyin. Saç tutucusu vasitəsilə yavaşca zədələnmədən çəyirdəyi çıxardın. Gilas mürəbbəsinin ən çətin işi çəyirdəkləri çıxarmaqdır. Çəyirdəklərini çıxardığımız gilasları mürəbbə bişirəcəyimiz qazana biraz şəkər, biraz gilas sırasıyla qoyub 2 saat gözlədirik. Çox gözlətməyə ehtiyac yoxdur. Gilaslar dərhal sulanır. Daha sonra qazanı ocağa qoyub orta odda 20 dəqiqə bişiririk. Bişirərkən davamlı olaraq üzərində əmələ gələn köpükləri kəfkir köməyi ilə yığırıq. 20 dəqiqə sonra mürəbbənin altını söndürün və köpükləri yığıb soyudun. Tam soymuş mürəbbəni 10 dəqiqə daha bişirib, limon duzunu töküb altını söndürün. Mürəbbə tam soyuduqdan sonra təmiz bankalara yığılıb sərin yerdə saxlanılır. Kanalıma baxmağı və abunə olmağı unutmayın.